Deməli, yazıb ki, Ofeliya xanımla danışırsınız. Bu tip suallar dəhşətli dərəcədə çoxdur. İkinci olduğu üçün də buna sırazı cavab verəcəm. Ofeliya ilə bəli, danışıram. Demək olar ki, bir gündən bir yazışırıq, nə bilim, elə olur 2 gündən bir yazışırıq. İnşallah Allahın izni ilə övlad olacaq. Bunu çox soruşmuşsunuz ki, təbrik eləmişəmmi falan. Aramızda bir balaca inciklik var idi. Daha doğrusu mən ondan incimişdim. Amma təbii ki, bu inciməyimə baxmayaraq özü mənə addım atdı. Məndən soruşdu ki, məndən niyə incimisən? Mən də bunun açıqlamasını verdim. Verəndən sonra o məni anladı, mən onu anladım. Mənim təbii ki, inciməyim də boş yerə idi. Yəni, elə deyilmiş də, inciməli olduğum səbəb o formada deyilmiş. Obşumda bir sözlə danışdıq. Məndən balacası üçün hədiyyə də istəyib. Nə mənada balacası üçün, yəni Əsnaf üçün bizim mağazadan kukla istəyib. Neçə vaxt elə onun axtarışındayım. Deyir ki, gəlin kuklanı götürün falan filan. Sonra balaca inşallah olacaq övladı üçün bir şey var. Onu mən öz öhdəmə götürmüşəm. Özünə də söz vermişəm ki, inşallah görüşən kimi ilk sənə onu mən verəcəm. Yəni onu mən alacağım. Qoyma heç kim alsın. Yəni bir sözlə bu tam səmimi cavabdır. Sadəcə olaraq göstərmirik və yaxud nə bilim görüşmürük. Niyə görüşmürük? Bizim əlaqəmiz axırıncı səfər rayondan gələndən sonra kəsildi. Kəsildi necə? Yəni onların başı öz işlərinə qarışdı, ev tikdirirlər, bilirsiniz, Allah xeyirlərin versin. Öz evlərinə qarışdı. Elə onlar Bakıya gəlir, hər dəfə material alır, çıxır gedir. Material alır və ya çəkiliş edir, çıxır gedir. Həmçinin də bizim. Bizə çox dəstək oldular YouTube platformasında. Bizim YouTube'umuzun olmağına baxmayaraq biz vloglar çəkməyəcəyik, ancaq shortslar atırdıq. Bunda bizə yol göstərdilər. İlk öncə onu da hər zaman heç vaxt itirmirəm. Hər dəfə də kim soruşur deyirəm. Bunda bizə dəstək oldular. Təşəkkürümü bildirirəm buradan. Bizə yetəri qədər dəstək olub bizi YouTube üzərindən dəstəklədilər davam eləməkdə. Ondan sonra onlar öz işlərinə baxdılar. Məncə bunun üçün bizim qarşılaşmamız bunun yönündə idi. Sağ olsunlar, təşəkkür edirəm. Bir sözlə qısa və konkret, heç bir küslüyümüz, incikliyimiz qəti bir şəkildə yoxdur. Danışırıq da. Hətta qoyun dənə sorğu butonundan çıxım. Mən sizə prosta belə göstərəcəm. Baxın, mesaj yerində. Axırıncı səfər onunla yazışmışam. Cumartesi 4-cü gün, hə? Dünən yox, dünən. Bugün 5-ci gündür. 4-cü gün. 6-cı gün. 6-cı gün. Mən qarışdıra bilərəm. Baxın, yenə kukla haqqında yazışmışıq. Yəni, yazışmalarımız var. Baxın, smayliklər gülürük bir-birimizə. O mənə kalp atır, gül atır. Mən bu arada bu geyinmişdim, qara geyim. Orada mən yazmışdım ki, sənə belə paltar çox yaraşır. Həmişə belə geyim yazmışdım. Çox sağ ol. Bugün hamı bunu yazıb. Bundan sonra geyinərəm.